Müğənni Vəfa Şərifova jurnalist Türkan Məmmədlinin suallarını cavablandırıb. Publika Az Millazə istinadən xəbər verir ki, şəxsi həyatından danışan ifaçı bir sıra mövzuları gün üzünə çıxarıb. O, maraqlı etirafı ilə diqqət çəkib. Özüm də bilmirəm, kimin ərini yaxud həmkarımın sevgilisini əlindən almışam. Artıq bu siyahıları qarışdırıram. Hər şey göründüyü kimi deyil. Nikahım yoxdur, amma övladımı subay kişidən dünyaya gətirmişəm. O demək deyil, başqa xanımla rəsmi evliliyi olan bəydən uşaq dünyaya gətirmişəm. Mənimlə nikahım olmayan kişinin heç kimlə yoxdur. Onun keçmişində kimlərinsə olmağı mənim günahım deyil. Mən o insanla tanış olanda bütün ölkə bilir ki, həyatında başqa müğənni xanım olub. Artıq ayrılmışdılar. O xanımın həyatında başqa bəy vardı. Bu insanın həyatına çox sonra gəlmişəm. Bir də bu mövzular barədə sual verilməsini istəmirəm. Nə qədər açıqlama versən də dağıtmısan da deyə düşünənlər olacaq. Çox şey danışa bilərəm. Ancaq bu etdiyim gələcəkdə övladlarıma, başqa insanlara ziyan vuracaqsa etmək istəmirəm. Gün gələr, bəlkə haradansa mövzuları ortaya çıxada bilər.